Hər kəsə salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün sizinlə başlıqdan da gördüyünüz kimi alış-veriş vloqu paylaşacağım. Qızlar, mən hələ ki, ilk öncə onu deyim ki, hələ ki çöldə olanda, yanımda kimlərsə olanda, sıx bir yer olanda, yəni videonun üstündən danışa bilmirəm açığı. Yəni kompleks eləyirəm, utanıram. Yəni bilirəm kanallar var ki, maşallah hamısı belə daha yaxşı işləyirlər və məkana falan gedəndə çox rahatlıqla icazə alıb səsli videolar falan çəkə bilirlər, amma mən çəkə bilmirəm. Ona görə videonun bu hissələrini yəni belə videonun üzərindən səsləndirəcəm. Həm də ki, gələk molda falan ümumiyyətlə çox yüksəklə danışasan ki, o səsi öldürəsən, çünki fondan bilirsiniz ki, musiqi səsi falan gəlir. Səsi öldürmək üçün gərək yüksək səslə danışasan. Mən də onu eləyə bilmirəm. Ümumiyyətlə mağazaların içində də çox elə çəkiliş eləyə bilmədim. Nəysə ki, evdən çıxdıq, gəldik Gənclik Mola. Nəzərimdə elə buranı tutmuşdum. Birinci olaraq Flo mağazasına getdik. Uşaqlara mən Basanoşka görmüşdüm. Onların dalınca gəlmişdik, amma çox təəssüf ki, ölçüsü olmadı. Nə Mehrinə, nə Uğura. Sonra Terranova'ya getdik qızlar. Terranovadan çox yaxşı alış-veriş elədim. Uğura həm şortiklər aldım, həm koftalar aldım. O Mehrinə isə koftalar aldım. Elə bir ki, nəzərimdə tutmuşdum ki, hərəsinə 3 dəst paltar eləyim. Şortiklər var idi qız üçün, amma çox qısa idi, hədsiz qısa idi. Yəni sevilməyəcək dərəcədə qısa idi, xoş görünməyəcək dərəcədə, belə deyim. Həm də ki, materialları xoşuma gəlmədi. Belə plaşovoy materiallar var ya, o tərz idi də. Yəni pambıq deyil idi. Ona görə də almadım. Dedim ki, gedərik Svakikeyə baxarıq. Mehrinin saç aksesuarına ehtiyacı var. Belə narıncı tonlarda saç aksesuarı axtarıram qızlar. Neçə yerə baxdım, bəyəndiyim olmadı. Burada da aksesuarısa baxdım, orada da bir şey tapa bilmədim. Sonra gəldik Svakikeyə. Burada Mehrinə şortika gəlmişəm. Baxdım, gördüm ki, qəşəng koftalar da var imiş. Yəni gəlib buradan almaq olar imiş. Amma ki, artıq koftaları almışdım. Növbəti evə gedəndə göstərəcəm sizə. Şortiklər də belə idi, yəni ev şortikləri. Mehrin bu xoşuna gəldi, məsəl üçün sticli idi, amma almadım, çünki çox ağ rəngdir. Ağı saxlamaq bilirsiniz ki, biraz çətindir, timbolda ev paltarı ola. Ona görə onu götürmədim, başqalarını seçəcəm. Koftalar da belə yüngülvari koftalar var idi. İkisi bir yerdə 19 manata olan, 25 manata olan var idi. Sonra basanuşkalar var idi. Burada da baxdım. Burada da qızlar ölçüsü böyük oldu. Deməli, mən bu qənaətə gəldim ki, Svakikidə ayaqqabı ölçüləri böyükdür. Yəni, Mehrin normalda 32 geyinir, amma burada 32 çox böyük oldu. Nəysə, seçimimi elədim. Gəldim kassada ödənişimi ödədim. Paltarları dediyim kimi evə gedəndə göstərəcəm sizə və oradan çıxdıq. Çıxdıq qızlar, qalxdıq yemək yeməyə. Yemək yeyəndə yəni çəkiliş etmədim. O qədər acmışdıq ki, yəni səhər yeməyimizi yeyib çıxmışdıq. Səhər də elə də çox güclü yeməmişdik. Əslində nəzərimdə belə tutmuşdum ki, ümumiyyətlə ac çıxaq, biraz da tez çıxaq evdən və gələk birbaşa səhər yeməyi yeyək, ana balalar bir yerdə. Sonra alış-veriş eləyək. Amma nə qədər də eləsəm evdən çox da tez çıxa bilmədim qızlar. Hardasa mola gələndə artıq saat 11-in yarısı idi. Düşündüm ki, onsuz da birazdan acacağıq. Günorta yeməyinə gedəcəyik. Nəysə qalxdıq, uşaqlar Burger Kingdən yemək yedilər. Oradan hədiyyə götürdülər özlərinə. Mən də Popeyes'dan yedim. İlk dəfə idi yeyirdim. Çox da xoşuma gəldi. Çox da bəyəndim fast foodlarını. Ən çox da kartuşkalarını bəyəndim. Nəysə, orada çəkiliş etmədim. Yəni acıydıq, o qədər belə yadımdan çıxdı. Çəkiliş təmiz yadımdan çıxdı. O dərəcədə ac susuz idik. Oradan düşəndən sonra uşaqlar gəldilər. Bu mağazanın adı nədir bilmirəm qızlar. Yəni baxmaq da yadımdan çıxdı. Yəqin ki, rastınıza çıxıb. Belə qabların içində jelibonlar satırlar və 100 qramı 5 manatdır. Uşaqlara əlcək geyindirdim.
öz öhdələrinə buraxdım ki, nədən nə qədər istəyirsiniz götürün, hansından istəyirsiniz onu da seçin. Marshmallowlar var idi, şokoladlar var idi, saqqızlar, sonra növbənöv irili, xırdalı, çox böyük formada olan jelibonlar var idi. Fərqli-fərqli dadlarda, fərqli-fərqli növlərdə. Düzdür, yəni uşaqlar bunu mütəmadi yemirlər qızlar, amma ara sıra alıram. Ümumiyyətlə Mehrin xəstələnəndən bəri hələ də onsuz da dərmanlara davam eləyir. Yeməklərinə xüsusi fikir verirəm. Məsəl üçün qazlı içəcəkdir filandır, belə şeylərdən qaçırıq. Nəysə qızlar, biraz da mağazaları gəzdim ayaqqabı üçün, yəni basanuşka üçün. Amma heç nə tapa bilmədim. Yorulduq, təzədən qalxdıq yuxarı. Uşaqlar mochi istədilər, həm də dedilər jelibonlarımızı yeyək. Hərəmizə bir dənə mochi götürdüm. Uşaqlar biraz oturdular, dincəldilər. Qərar verdim ki, gedək 28 maya. 28 mayda getdik Esvakikiyə. Mehrinə Gənclik Molda bəyəndiyim basanuşkanın ölçüsünü tapdım, onu aldım. Uğura isə Keçid Ticarət Mərkəzindən ayaqqabı aldım və birə oturduq, qayıtdıq evə. Evə də tez gəldim, çünki nəzərimdə tutmuşam ki, evləri yığışdırım, qalmasın növbəti günlərə. 6-cı gün getmişdik, yəni bazar günüm istəyirdim ki, boş olsun. Artıq axşamdır. Gəldim, əslində evə gələndən sonra çox iş görmüşəm. Evləri yığışdırdım, çatdırdım, evləri yığışdırdım. Elə çoxsu da ona görə tez gəldim ki, evləri yığışdırım. Sabaha inşallah planımız var. Allahın izni ilə istəyirik Uğurun ad gününü qeyd eləyək. Əslində iyunun 18-i idi. Evdə yüngülvari belə hazırlıq görüb qeyd elədik, amma sonra yəni bir yerdə yığışmaq fikrimiz var idi. İndi qismət olsa sabaha yığışmaq istəyirik. Yəni bazar günü, daha sonra da birinci gün olduğu üçün bildim ki, vaxtım olmayacaq. Sabah səhər ilə ancaq uşaqları rahatlayaram, uşaqları hazırlayaram. Gəldim, evləri yığışdırdım, mebelləri falan rahatladım, polları isə robota həvalə elədim, amma silməyə qoymadım. Çox gec idi, artıq silmə rejimini açmamışam. Bugünlük sadəcə olaraq süpürdü. Sabah səhər də duranda silmə rejiminə qoyacağam inşallah. Nəysə qızlar, sizə aldıqlarımı göstərim. Deməli, çox yaxşı bir alış-veriş elədik. Ürəyimə yatan bir alış-veriş oldu. Hərəsinə 3 dəst ev paltarı aldım uşaqlara. İndi göstərim nələr almışam. Deməli qızlar, ilk öncə bunları göstərim. Balacalardan başlayım. Mehrinə belə çiçək formasında zajımlar aldım. Əslində başqa bir forma istəyirdim. Nəysə ki, bundan tapdım. Üçü bir yerdə satılırdı. Yəni 2 qutu aldım. Üçü bir yerdə 1 manataydı. Rəngləri pastel tonlardadır. Çox qəşəngdir. Bir saç forması görmüşəm. Onu yığmaq istəyirəm Mehrinə. Ona görə bunlardan almaq istədim. Deməli, ən balaca aldıqlarımız bunlar idi. Sonra Uğura 2 dənə bir şam aldım. Uğur bu il şar istəmədi, hər hansısa bir tema istəmədi. Keçən il 10 yaşında futbol teması eləmişdik və sinif yoldaşları ilə Kinderlenddə qeyd eləmişdi. Bu il heç bir şey istəmədi. Yəqin ki, artıq böyüyür deyə istəmir, bilmirəm. Yəni tort falan özüm hazırlamamışam, sifarişlə elətdirməmişik yəni. Elə adi bir tort alacağıq, üstünə də elə bu 2 dənə şamı qoyub üflərik. Şamların biri 1 manat 50 qəpik idi, 3 manata aldım. İndi keçim uşaqların ayaqqabılarına. Deməli qızlar, bu Mehrinin basanuşkasıdır. Çox qəşəngdir, belə altı falan rahatdır yəni. Bunu Esvakikidən aldım. Qiyməti də 24.99 idi. Yəni 25 manat. Elə bir Gənclik Molda mən Floda baxdım birinci uşaqlara basanuşka. Uğura da Mehrinə də bəyəndiyim oldu, amma ikisinin də ölçüsü olmadı. Daha sonra Nərmanovdakı filiala getmək istədim, amma fikrimdən döndüm. Dedim gəlin gedək 28-ə, oradakı Esvakikiyə də baxaq. Çünki elə bir Gənclik Molda baxdım, 1-2 model xoşuma gəldi. Onlarda da ölçü yox idi Esvakikidə. Ala bilmədim. Dedim gedək 28-ə, orada 2 dənədir də. Biri Dəmir yolu vağzalı tərəfdədir, biri də 28 molun içindədir. Bəlkə orada olar. Getdik orada tapdıq. Bu ölçünü tapdıq. 31 ölçü. Əslində Mehrinin ayağı 32-dir. Yəqin ki, gələndə 33 geyinər. Amma Esvakikinin ayaqqabıları demək belə çıxdı ki, böyük ölçülü olurlar. Yəni Mehrinə 31 yaxşı oldu. Əslində rəngi də çox açıq rozludur. Burada biraz belə ağ kimi düşür. Nəysə, bu Mehrinin basanuşkası. Bu isə Uğurun basanuşkasıdır. Ürəyimə yatdı, çox qəşəngdir. Altı falan, yəni ki, rahatdır. Bu hissələri zadı da rahatdır. Bunu Keçid
var, 28-də yəqin ki, bir çoxunuz tanıyırsınız. Yeraltı keçid ticarət mərkəzi. Oradan aldım. 35 manata aldım. Sağlıqla geyinsinlər. Artıq o krosovkalardan canları qurtarsın. Bir dənə də ayrı bir dəyişəcək alaram. Sonra Uğur'a belə bir kofta aldım qızlar. Deməli bunu özü seçdi. Çox həvəs etmişdi. Uğur bu aralar çox basketbol deyir. Hətta aşağıda həyətdə setkada qurmuşuq ona. Setka almışdıq. Yoldaşım divara yapışdırıbdı. Dedi ki, topla oynayanda bunu geyinəcəm, şeyə oxşuyur. Yəni basketbolçu formasına oxşuyur deyə. Bunu aldım 15 manata qızlar. Bilirsiniz də qiymətlər necədir? 14.99. Bunu aldım 15 manata və Terenovadan almışam. Gördüyünüz paltarların böyük əksəriyyətini Terenovadan almışam. Deməli bu Uğur'un koftası, özü də böyük razmerli idi deyə, böyük ölçülü idi deyə kiçiyini götürmüşəm. Normalda yəni 11 yaşı olur, amma 8-9 götürmüşəm. Sonra digər o narıncını göstərək Mehrin. Bu da bir digər koftasıdır. Bunu da özü seçdi, xoşuna gəldi, bəyəndi. Bunu da elə Terenovadan 8-9 yaş üçün olan 10 manata almışam. Bu endirimdə idi, yəni qiyməti 17.99-dan 9.99-a düşüb. Daha sonra elə yenə də Terenovadan belə bir şortik aldım. Şortiklər ev üçün nəzərdə tutulan, yəni şortiklər hamısı eyni cürə idi. Bir dənə də bunun boz rəngini almışam. Mehrin bozunu da gətir. Mehrin mənə kömək eləyir, vlog çəkməkdə kömək eləyir. Tripodumu itirmişəm. Rahat çəkilişlər eləyə bilmirəm. Bir əlimdə telefon, bir əlimdə də yəni iş görə göstərə bilmirəm. Uğur'a belə götürəndə 4 dənə futbolka aldım, 2 dənə şortik almışam. Sonra amma peşman oldum ki, kəş bundan bir dənə də götürərdik. Nə olacaq? Eyni də olsa dəyişəcək, geyinərdi. Bir bu rəngi idi, bir də qara rəngi idi, yəni 2 rəngi idi. Sonra bir dənə belə bir ağ adi bir gətirməkdəyim. Ağ adi heç nəsiz bir tişört götürdü. Bu da 10 manataydı qiyməti. Şortiklərin qiymətini demədim. Şortiklərin də qiyməti qızlar burada 12 manatdan 10 manata düşmüşdü. Endirimdə idi. Bu da adi bir ağ koftadır. Elə yaxşı ki aldıq, sonra fikirləşirəm ki, köynəklər zad olanda onun altından geyinə bilər. İndi o göyü gətir, Mehrin, onu da göstərək. Bu da ağın göyüdür qızlar. Bunu da elə 10 manata aldım. Bütün ölçülərdə 8-9 yaş arası götürmüşəm. Bu Uğur'un paltarları. İndi Mehrin gətir, sənkilərə keçək. Şortikdən başlamaq istəyirsən, yaxşı gətir başla. Deməli, bu birinci şortiki Mehrinin. Mehrin şortiklərini Elsivaki2-dən aldım. Terenovadakılar xoşuma gəlmədi. Materialı falan xoşuma gəlmədi. Bir də hədsiz qısaydılar. Yəni bəyənmədim. 6-7 yaş arası qiyməti də 8 manat. Dırnaqlarıma fikir verməyin qızlar. Mehrin mənə lak qoyub. Nəysə. İndi onu gətir Mehrin. Bunu da Elsivaki2-dən aldım. Bunu 10 manata almışıq. Bunu da 5-6 yaş arası götürdüm. Bunu ama 6-7 götürmüşəm. Bu bəlkə biraz böyük tər olar, amma olacaq. Yəni balaca ölçülü görsənirlər. Bu da başqa bir şortikdir. Bu da yenə Elsivaki2-dən. Bunu da aldım 10 manata. Bunu da 10 manata almışam. Bunu da 6-7 yaş götürmüşəm. Koftalarına keçək. Belə 3 dənə eyni formada tişört götürdüm qızlar, görürsüz. Tam saya, üstündə heç bir şey yoxdur. Biraz düşündüm ki, bunlar yuyulanda da girərlər deyə, balacalaşarlar deyə. Böyük razmer götürdüm, 8-9 yaş götürmüşəm. Bunun qiyməti isə 9 manat idi. Bir dənə belə rəngini götürdüm, bir dənə belə çox açıq çəhrayı rəngini götürdüm. Bir dənə də belə biraz tünd çəhrayı rəngini götürdüm. Hələ ki ev üçün 3 dəst hər ikisinə də düşünürəm ki, bəs eləyəcək. Mehrin deyir ki, bunun qiymətini demədim. Bunlar hamısı 9 manataydı Mehrin. 3 dəst elədim, ikisinə də, Uğur'a da, Mehrinə də. Çöllük paltarları var. Növbəti dəfədə onlara dəniz alışverişi eləyəcəm. Ən çox da Mehrinin demək olar ki, yəni çimərlik geyimi falan yoxdur. Belə qızlar, bu da mənim alışverişim. Bugünüm çox tempolu keçdi. Səhər durdum, uşaqları da götürdüm, getdik. 2 yeri fırlandıq. Həm Gəncliyə getdik, həm 28 mola getdik. Mola yox, 28 maya getdik. Yəni ayaqqabılar tapdım deyə artıq mola getməyə ehtiyac görmədim. Daha sonra da çıxdıq, gəldik evə. Bir 5-10 dəqiqə dincələndən sonra evləri yığışdırdım. İndi də düşünürəm ki, artıq dincəlmək vaxtıdır.